başqa ayədə də yenə də Allah Subhanahu va Taala buyurur ki: "Qul hal yestevillezine ya'lemun vellezine la ya'lemun." De ki, heç bilməyənlərlə bilənlər eyni ola bilərmi? Fikir verin qardaşlar, alimlər deyir ki, bu ayədə Allah Taala yəqin ki, çox rast gəlmisiniz, hansı ki Allah Taala sual verir. Bildiyi halda sual verir. Və bu ayədə də bu cürdür, hansı ki Allah Taala yerlərin və göylərin, qeyblərin açarı onda olmasına baxmayaraq sual verir. Və bu suala elm əhli deyir ki, istinkardır, istinkar. Yəni Allah Taala demək istəyir ki, mümkün deyil, inkar edir. İnkar edərək sual verir. Yəni heç vaxt bilənlərlə bilməyənlərin məqamı eyni ola bilməz. Və digər ayədə Allah Subhanahu wa Taala buyurur ki: "İnnemə yaxşallaha min ibadihil ulemə." Allahdan ən çox alim olanlar qorxar. Yəni bilənlər qorxar. Fikir verin, bəzi alimlər hətta gətirirlər ki, Allah Taala niyə görə burada yaxfallah demədi, yaxşallah dedi? Çünki xuşu qorxudan daha üstün mərtəbə olduğuna görə. Yəni adi insan, məsəl üçün zahid birisi, Allaha ibadət edən abid birisi Allahdan qorxa bilər. Lakin alimin qorxusu, Allahı bilənin, Allahı tanıyanın qorxusu digərlərinin qorxusundan daha yüksəkdə olduğu üçün dərəcə etibarilə Allah Taala deyir ki, yaxşallaha. Allahdan xuşu edərlər. Bu qorxudan daha üstün mərtəbədir.